Hər vaxtınız xeyir. Bu videoda qərəz və ya xalq arasında önyarğı olaraq bilinən vəziyyətdən danışacağıq. Öz təcrübələrimdən yola çıxaraq sizlə qərəz haqqında 3 fikrimi bölüşəcəm. Birincisi, önyarğı dediyimiz bu şey təkcə pis bir şey deyil. Bəzi hallarda bizim xeyrimizə də istifadə oluna bilər. Belə daha maraqlı olması üçün öz şəxsi önyarğılarımdan birini sizinlə bölüşüm və onun üzərindən gedək. Məsələn, mənim leopar naxışlı paltar geyən insanlara qarşı bir qərəzim var. O tip adamlarla, o paltarı geymiş adamlarla sosial bir qarşılaşmaya girdikdə narahat oluram. Düşünürəm ki, böyük ehtimalla orada nəsə mənfi bir şey baş verəcək. Misal üçün bir marketdə əgər kassirlərdən biri sadə formada geyinibsə, digəri isə leopar naxışlı geyinibsə, mən hətta sadə kassirin yanında daha çox növbə olmasına baxmayaraq gedib orada dayanaram. Və bu bir önyarğıdır. Biraz sonra da bunu nəyə davam edəcəyimiz üçün deyəcəm niyə belə düşünürəm. Lakin bu çox da mənfi bir şey deyil. Belə bir şeyin olmasına indiyə qədər ki, mənim yaşadığım təcrübələr səbəb olub. Böyük ehtimalla mən bu formada geyinən insanlarla rastlaşmışam, müəyyən əlaqə qurmuşam və bu əlaqələrdən mənfi nəticə almışam və bu çoxlu sayda təkrarlanıb və mən nəticədə belə bir özüm üçün önyarğı formalaşdırmışam. Və hamımızın çoxlu bu formada önyarğıları ola bilər. Bunlar mənfi bir şey deyil və bizə zaman qazandırır, bizim risklərimizi azaldır. Önyarğımız olduğuna görə utanmayaq və bunu qəbul edək. İndi keçək ikinci və üçüncüyə. Bunlar yenə önyarğı ilə bağlı olan fikirlərdir. Deməli, ikinci fikir odur ki, önyarğını qəbul etmək lazımdır və önyarğılarımızı bilmək lazımdır. Yəni hər adamın özünün bu formada önyarğılarının fərqində olması lazımdır. Mən belə düşünürəm, özüm də çalışdığım qədərilə önyarğılarımı tapıram və onları ağlımda saxlayıram ki, mənim belə bir önyarğım var. Önyarğılarımızın ona görə fərqində olmalıyıq ki, müxtəlif vəziyyətlərdə önyarğının bizim ciddi qərarlarımıza təsir etməyinə imkan verməyək. Deyək ki, mən bir komanda yoldaşı seçirəm özümə, birlikdə bir komanda quracaq və burada 2 nəfər var. O 2 nəfərdən biri bayaqki kimi, kassir kimi sadə geyinib, digəri isə leopar naxışlı geyinib. Mən orada icazə verməməliyəm ki, mənim bu önyarğım mənim seçimimə təsir etsin. Bu da mənim ikinci təcrübəm. İndi keçək üçüncüyə. Üçüncü də yenə biraz ikinci ilə əlaqəlidir. Üçüncü odur ki, biz insanlar olaraq başa düşməliyik ki, bu önyarğılar real deyil. Yəni nə vaxtsa mən həm leopar naxışlı paltar geymiş bir kassirlə çox yaxşı bir ünsiyyətim ola bilər. Həm də bu formada mənim çox yaxın və yaxşı bir dostum ola bilər. Bunun fərqində olmalıyıq və hamımızın da nə tip önyarğılarımız varsa, hamımız bilməliyik ki, həmin önyarğıya baxmayaraq o tip adamlarla nə vaxtsa yaxşı təcrübələr də yaşama imkanımız var. Yəni bütün leopar naxışlı geyən insanlarla mənim ünsiyyətim alınmayacaq demək deyil bu. Hətta bəlkə bir gün ən yaxşı ünsiyyətim alınan insan leopar naxışlı paltar geyən bir insan ola bilər. Belə, siz nə düşünürsünüz? Fikirlərinizi bölüşərsiniz. Sağ olun.